İtayət ayəsi. Allah Teala buyurur: Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itayət edin. Şiə alimləri bu ayəni dəlil gətirərək deyirlər ki, burada ülül əmr sahiblərinə itayət etmək mütləq şəkildə əmr olunduğu üçün və əmr sahibləri ayədə Peyğəmbərə ətf olunduğu üçün onunla eyni hükmü qazanmış olur. Yəni bu əmr sahibləri Peyğəmbər kimi mütləq itayətə layiq və onun kimi məsum olmalıdırlar. Misal üçün, Əl-Vahid Əl-Xurasani yazır. Vəliyyül əmr adına gəldikdə isə, Uca Allah onun itayətini Peyğəmbərin itayəti ilə yan-yana gətirmişdir. Belə ki, o buyurur: Allaha itayət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itayət edin. Hər iki itayətin vacibliyini tək bir əmr ilə yanaşa tutmaqla sabit olur ki, əmr sahibinin əmri ilə Peyğəmbərin əmri bir-birinin yanında durur. Əgər əmr edən Peyğəmbərin məsumluğu kimi məsum olmasaydı, bu iki əmri müqayisə etmək mümkün olmazdı. Çünki batilə əmr edən şəxs haqqı əmr edən şəxs ilə eyni ola bilməz. Həmçinin Şeyxut Tayfə Ət-Tusi yazır. Mütləq şəkildə itayəti vacib görmək, məsum, səhvdən və xətadan qorunulmuş kəslərdən başqası üçün mümkün deyildir və belə bir şey nə əmrlərdə, nə də alimlərdə mövcuddur. Bu, yalnız dəlillərin məsumluqlarına və paklıqlarına dəlalət etdikləri imamlar barəsində vacibdir. Sünnət əhlinin alimləri belə bir anlayışın xətalı olduğunu deyirlər. Ayədə möminlərə, Allaha, Peyğəmbərə və əmr sahiblərinə itayət etmək əmr olunur və ayə nazil olarkən möminlərə Allahla, Peyğəmbərlə yanaşı mütləq şəkildə itayət olunması vacib olan məsum əmr sahibləri mövcud deyildi. Hətta əksər şiə alimləri belə qəbul edirlər ki, onların iddia etdikləri imamlara mütləq şəkildə itayət Peyğəmbərin əleyhissalatu vəssələm vəfatından sonra vacib olub. Həmçinin qəbul edirlər ki, eyni zamanda iki imam ola bilməz. Lakin ayədə əmr sahibləri cəm şəklində gəlir və ayənin endiyi qərəfədə mövcud olan əmr sahiblərini öncəliklə nəzərdə tutur. Əgər belə olmasaydı, bu müxatəblərə heç bir təsiri və faydası olmayan, hələ də mövcud olmayan əmr sahiblərinə itayət etməyi əmr etmiş olardı ki, bu cür mənasızlıqdan Quran münezzəhdir. Bu nöqtəni anlamaq çətin deyildir. Özümüzü ayənin nazil olduğu zamanda yaşayan müsəlmanların yerinə qoyub və onların ayədən nə anladıqlarını fərz etsək, təbii ki, əmr sahibləri deyildikdə ilk ağla gələn Allahın elçisinin əleyhissalatu vəssələm təyin etdiyi əmirlər, valilər olacaq. Ona görə də şiə alimlərindən Muhammed Asif Əl-Muhsini bu nöqtədə sünnət əhli ilə razılaşır ki, ayədə əmr sahibləri ilə murad olunan kəslər Allahın elçisinin huzurunda və sağlığında Allahın insanları idarə etmək, işləri islah etmək, müharibələrdə ordulara rəhbərlik etmək üçün vəzifə və məqam verdiyi kəslərdir. Əl-Muhsini buradan belə nəticə çıxardır ki, müsəlmanların üzərində hakimiyyəti istər bu hakimiyyət ümumi olsun, istərsə də xüsusi olsun, istər bütün müsəlmanların üzərində keçərli olsun, istərsə də onların bir hissəsinin üzərində olsun, şəri olaraq sabit olmuş hər kəsə itayət etmək vacibdir. Üstəlik, ayədə itayət əmrinin mütləq şəkildə gəlməsi məsumluğa dəlalət etmir. Çünki buradakı mütləqlik Allahın muradı deyildir və bunun murad olmadığı həm ayənin özündəki ləfsi və əqli qərinalardan, həm də ayədən kənar dəlillərdən anlaşılır. Bu ayədə itayət əmrin mütləq gəldiyi kimi, əmr sahibləri sözü də ümumilik ifadə edir. Şiələr itayət əmrinin mütləqliyinə əsaslanaraq, əmr sahibləri sözünün ümumiliyini xüsusiləşdirirlər. Yəni, iddia edirlər ki, burada bütün əmr sahibləri qəsd olunmur, lakin xüsusilə məsum imamlar qəsd olunur. Sünnət əhli isə əmr sahibləri sözünün ümumiliyini qoruyaraq,
itayət əmrindəki mütləqliyi qeydə bağlayırlar. Əslində burada heç bir ziddiyyət yoxdur. Çünki ləfsin ümumiliyi itayət əmrindəki mütləqliyin qəsd olunmadığını bəyan etmək üçün kifayət edir. Belə ki, ümumun dəlaləti özlüyündə bir bəyandır və itayət əmrinin mütləq şəkildə gəlməyinə əsaslanaraq əmr sahibləri sözünün ümumiliyini xüsusiləşdirmək doğru deyildir. Çünki ümumun dəlaləti daha güclüdür. Üsul alimləri deyirlər ki, ümumi hökmü xüsusiləşdirmək, yəni təxsis etmək ilə mütləq əmri qeydə bağlamaq, yəni təqyid etmək arasında seçim edilməli olsa, təqyid öncəlik qazanmalıdır. Çünki ümumun dəlaləti özlüyündə bir bəyandır. O, ümuma daxil olan fərdlərin hamısını öz əhatəsinə almaq mənasında zahirdir. Amma mütləqə gəldikdə isə o sadəcə bəyanın əksikliyi deməkdir. Bu nöqtədə hansısa bir ixtilafın olduğunu bilmirəm. Şiyyələrdə fəqihlərin və müctəhidlərin ustadı ləqəbi ilə tanınan Şeyx Murtada Əl-Ənsari yazır. Bura həmçinin mütləqlə ümumun təaruzu da aiddir. Beləliklə də mütləqin təqyidi ilə ümumun təxsisi qarşı-qarşıya gəlmiş olur və burada təqyidin önə keçirilməsində heç bir problem yoxdur. Çünki mütləqlə hökm vermək bəyanın olmadığı yerlərdə edilir. Amma ümumun özü isə bəyandır. Bütün bunlar o deməkdir ki, əgər bir dəlildə ümumi mənanı xüsusiləşdirməklə mütləq olanı müqayyət etmək, yəni təqyid etmək arasında seçim edilməlidirsə, o zaman təqyidə üstünlük verilməli və mütləqi məhdudlaşdırmalıyıq. Çünki ümumun dəlaləti daha güclüdür. Eyni mənanı bir başqa Şiə alimi Şeyx Muhammed Tahir Al-Şeyx Radi belə izah edir. Ümumdəki ümumiliyi zahiri birbaşa keçərlidir. Mütləqdəki mütləqliyin zahiri isə fərqlidir. Çünki o, bəyanın olmamağından asılıdır. Ümum isə özlüyündə bəyan olaraq yararlıdır. Beləliklə də bu halda ümuma üstünlük verilməlidir. Çünki onunla yanaşı mütləqin tələb etdiyi məna tam deyildir. Başqa cür desək, ayədə itayət əmrinin mütləq olmadığını görmək üçün ayənin özündəki ləfzi və əqli qarinalar kifayət edir. Amma əmr sahibləri sözünün ümumiliyini xüsusiləşdirmək üçün daha güclü kənar dəlillər lazımdır. Ayədə əslində heç bir təarruz yoxdur. Çünki əmr sahibləri sözünün ümumiliyi itayət əmrinin mütləqliyi üçün bəyan olaraq kifayət edir. Burada ümumlə mütləqlik arasındakı ziddiyyətin tək bir nasda gəlməsi ilə onların iki fərqli nasda gəlməsi arasında fərq yoxdur. Hər iki halda da ümum önə keçirilməlidir. Aradakı yeganə fərq budur ki, bitişik gəldikdə biz deyirik ki, mütləq ləfz ilə qeydsizlik, yəni mütləqlik əvvəlcədən qəsd edilmir. Lakin ayrı-ayrı dəlillərdə gəldikdə deyirik ki, ümum varid olana qədər mütləqliyin tələbi keçərlidir. Ümum sadəcə olaraq zühur etdikdə mütləqliyin dəlilinə son qoyur. Əbulqasim Əli-Xoyinin bu barədə təqrirlərini yazanlar da bu fərqə diqqət çəkiblər və qeyd ediblər ki, nəticə etibarilə bir fərq yoxdur. Hər iki halda ümum önə keçirilməlidir. Əgər iki mətnin biri bir hökmə qeydsiz şəkildə, digəri isə ümumi şəkildə dəlalət edərsə, o zaman ümumi məna daşıyan dəlalət qeydsiz dəlalətdən üstün tutulur. Bunun səbəbi budur ki, ümumi ifadənin dəlaləti təncizidir və hansısa bir xarici müqəddiməyə ehtiyac duymur. Halbuki mütləq ifadənin dəlaləti şərtlidir və hikmət müqəddimələrinin tamlığına bağlıdır. Bu müqəddimələrdən biri də ona dair hər hansı bir qeydin, yəni izahın verilməməsidir. Və çox aydın olduğu kimi, ümumi ifadə mütləq olan üçün bir açıqlama, bəyan rolunu oynaya bilir. Ümumi ifadə ilə birlikdə hikmət müqəddimələri tamamlanmadığı üçün mütləq ilə əməl etmək mümkün olmaz. Bunun arxasınca buyurulur. Ümumilikdə qeyd etdik ki, hökmün ümumi və mütləq arasında dövr etməsi məsələsi taarruzun, yəni ziddiyyətin əsas kateqoriyasına daxil deyil. Çünki fərz edildiyi kimi, isbat mərhələsində məqamul isbat bu iki ifadənin məna baxımından bir-biri ilə ziddiyyət təşkil etməsi yoxdur. Örfün onların arasında heç bir təzad görməməsi, əksinə
ümumi ifadənin mütləq ifadəyi birgə gəlməsini ya da ayrılıqda gəlməsində fərq qoyulmaz. Sadəcə fərq ondadır ki, birinci halda bu mütləqin qeydsizliyə dair zahiri mənasının formalaşmasına mane olur, ikinci halda isə bu mütləq ifadənin qeydsizliyinə dair zahiri mənasının höccət olmasına mane olur. Muhammed Surur Əl-Bəhsudi isə Əl-Xoynin qeyd etdiyi fərqi bu şəkildə zikr edir. Sadəcə fərq ondadır ki, əgər ümumi ifadə mütləqlə birləşik gəlirsə, bu zaman mütləq ifadənin qeydsiz mənasının formalaşması başdan əngəllənir. Əgər ümumi ifadə ayrı gəlirsə, o zaman ümumi ifadə mütləq ifadənin qeydsizliyinə, iradənin olmadığını sonradan üzə çıxaran kəşfedici bir dəlil olur. Bu qədər fərq isə ümumi ifadənin mütləqə üstün tutulması hökmündə heç bir dəyişiklik yaratmır. Beləliklə də bu üsul prinsiplərinə əsasən deyə bilərik ki, ayədə əslində itayət əmrindəki mütləqlik qəsd olunmur. Ona görə də Şia alimlərindən Muhammed Hüseyn Fədlullah yazır: İtayət əmri hər zaman itayət olunan şəxsin mənsumluğunu fərz etmir. Əksinə, ola bilsin ki, onun sözünün hüccət olması üzərində vurğu etmək üçün gəlib. Necə ki, fəqihlərə müraciət etməyə dəlalət edən xeyli hədisdə hal belədir. Halbuki bu fəqihlər şəri hökmü anlamaqda xəta edə bilərlər, doğruya da isabət edə bilərlər. Burada onlara tabe olmaqdan doğan müsbət nəticələr ilə onlara tabe olmadıqda yarana biləcək mənfi nəticələr arasında müqayisə edilmişdir. Və müsbət nəticələrin mənfi nəticələrə üstünlüyü diqqətə alınmışdır. Buradan çıxış edərək biz itayət əmrinin əmr sahibləri ilə qəsd edilənin mənsumlar olmasına dəlil olduğunu deyə bilmərik. Burada əmr sahiblərinin itayət baxımından Peyğəmbərə atf olunması məsələnin hökmünü dəyişdirməz. Bunu anlamağın iki yolu vardır. Birinci yol budur ki, əmr sahiblərinin Peyğəmbərə atf olunması Peyğəmbərin hökmünün və vəsfinin əmr sahiblərində də olmasını gərəkdirməz. Allah Cəllə Cəlaluhu buyurur: De, istədiyinizi edin. Allah, Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi də aşkarı da bilən Allahın huzuruna qaytarılacaqsınız. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Peyğəmbərin və möminlərin bu şəhadət dünyasında əməlləri görməkləri Allahın görməyi kimi deyildir. Möminlərin və Peyğəmbərin görmək feilində Allahın adına atf olunmaqları onların eyni hökmdə olmaqlarını gərəkdirməz. Həmçinin Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun deyildikdə, Peyğəmbərin Allahın adına atf olunması onların hökmdə eyni olmaqlarını gərəkdirməz. Çünki bilirik ki, Allaha itaət onun Rəbb olmasına görədir, Peyğəmbərə itaət isə onun Allah tərəfindən göndərilmiş olması səbəbilə vacibdir. Ona görə də Şiə alimi Muhammed Asif Əl-Muhsini bu ayədən imamların məsumluğu hökmünün çıxmadığını etiraf edir və deyir: Bu əmr sahiblərinin vəsflərinin necəliyinə gəldikdə isə bu başqa dəlillərdən çıxarılmalıdır. Bu ayə onu bəyan etmir. Şiə alimlərindən bir qrupun Allah əmr sahiblərinə itayəti Allaha və Rəsuluna itayət kimi mütləq olaraq vacib etmişdir və Allahın məsum olmayan, xata etməkdən səlamat olmayan birinə mütləq itayəti vacib etməsi mümkün deyildir şəklində dediklərinə gəldikdə isə əmr sahiblərini yalnız məsumlara məhsur etməkləri qənaətbəxş deyildir. Çünki hakimə, qaziyə itayət etmək, zənni əmirlərə itayət etmək, etibarlı müəzzinə, camaat namazında imama və bənzərlərinə xata etməkləri ehtimalı olduğu halda onların zahirləri ilə kifayətlənərək itaət etmək icazəlidir. Amma əmr sahiblərinin günah etməklərini və günah etməyə əmr etməklərini fərc etməyə gəldikdə isə bu, onlara itayətin vacibliyindən xüsusi dəlillə istisna olunur və bu şəkildə dəlillər cəm edilir. Buna görə də Allahın elçisinin aleyhissalatu vesselam və möminlərin əmirinin aleyhissələmin vəzifə, rəhbərlik və hansısa işdə vilayət verdikləri şəxslər məsum deyildilər.
və hətta günahda belə onlara itaət etmək o dövrün ağıl sahiblərinin ağıllarına gəlmirdi. Gördüyümüz kimi Əl-Muhsini etiraf edir ki, ayənin özündə məsumluğa dair heç bir məna yoxdur. Əl-Muhsini ümumiyyətlə ayədən bu mənanın anlaşılmadığını, Risalət dövründə heç kimin ayədən belə bir məna anlamadığını deyir. Onun sözündən başa düşülür ki, əgər ayənin zahirindən məsumluq etiqadı anlaşılmış olsaydı, o zaman o dövrdə Allahın elçisinin aleyhissalatu vesselam və valilərin məsum olduqlarına etiqad edərdilər. Çünki ayə nazil olarkən sizdən olan əmir sahibləri sözünə daxil olmağa layiq olan şəxslər Peyğəmbərin təyin etdiyi əmir sahibləri idi. Mirzə Cavad Ət-Təbrizi də məsum imamların təyin etdikləri valilərə və hakimlərə şəriətdə sabit olmuş əhkam ölçülərinə müxalif olmadığı müddətdə itaət etməyin vacibliyindən danışarkən deyir: İmamlar aleyhissalam tərəfindən təyin olunmuş kəslərdə mübarək ayədəki əmir sahibləri ünvanına daxildir. Ayədəki əmir sahibləri sözü ilə qəsd olunanın imamlar aleyhissalam olmasına dair bu ayənin təfsirində keçən izahlara gəldikdə isə arada heç bir ziddiyyət yoxdur. Çünki Allahın elçisinin aleyhissalatu vesselam və imamın aleyhissalamın təyin etdiklərinə itaət Peyğəmbərin və imamın özünə itaətdir. Aydın məsələdir ki, əhl-i sünnətdə razılaşır ki, Peyğəmbərin aleyhissalatu vesselamın təyin etdiyi valilər, qazilər, ordu başçıları da ayədəki əmr sahibləri ünvanına daxildir. Çünki onlara itaət əslində Peyğəmbərə itaətdir. Allahın elçisi aleyhissalatu vesselam buyurur ki, kim mənim əmirimə itaət edərsə, mənə itaət etmişdir. Kim mənim əmirimə asi olarsa, mənə asi olmuşdur. Eyni şəkildə Allahın qoyduğu qaydalar və şərtlər əsasında müsəlmanların başlarına seçdikləri xəlifələrə şəriət çərçivəsində itaət də ayəyə daxildir. Çünki onlara itaət Allahın şəriətinə itaətdir və Allahın şəriətinə itaət Allaha itaət deməkdir. Əgər ayədə itaət əmrindəki mütləqlik itaət olunan şəxslərin məsumluğuna dəlalət etmiş olsaydı, o zaman Mirzə Cavad Ət-Təbrizinin izahı doğru olmazdı. Çox maraqlıdır ki, bu ayənin imamlara və onların məsumluğuna heç bir şəkildə dəlalət etmədiyini etiraf edən şiə alimlərinin başında Aləmül Hudə lədəbi ilə tanınmış Əbul Qasim Əli bin Əl-Hüseyn Əl-Murtəda gəlir. O deyir: Kitabın müəllifi, yəni Əl-Qadi Əbdülcəbbar dedi: Onların daha bir dəlili budur ki, onlardan biri Allah Taala'nın ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin sözlərini dəlil gətirib və qeyd edib ki, Allahın onlara itayəti vacib etməsi yalnız və yalnız onların təyin olunmuş şəxslər, xəta etməkləri qeyri-mümkün olan məsumlar olması halında mümkündür. Bunun təsdiqi tələb edir ki, həmin şəxs möminlərin əmiri aleyhissalam olmalıdır. Çünki dediklərimizdən başqa bir izah yoxdur. Sonra o, bu metodun yanlışlığını izah etməyə və onun batil olması haqqında danışmağa başladı. Əş-Şərif Əl-Murtəda burada müxalifi Əl-Qadi Əbdülcəbbarın sözlərini verdikdən sonra ona belə cavab verərək deyir: Biz deyirik, bu ayə möminlərin əmirinin təyin olunmasına dəlalət etmir və alimlərimizdən heç kimin bu məqsədlə bu ayəyə əsaslandığını bilmirik. Bu ayəni bir tək İbn Ər-Ravandi Əl-İmamə kitabında imamların məsum və adları ilə təyin olunmaqlarının gərəkliyinə dəlil olaraq göstərmişdir. Lakin ayə bu mənanı da ifadə etmir. Tələb olunan mənaya dəlalət etməyən sübutları çoxaltmaq mənasızdır. Çünki Allahın lütfü və neməti ilə hüccətin sübutu üçün mövcud olan dəlillər kifayət qədərdir. Üstəlik, əgər İbn Ər-Ravandinin gətirdiyi argumentə və kitabın müəllifi, yəni Əl-Qadi Əbdülcəbbarın sözünün əvvəlində dediyinə əsasən, ayə imamların məsumluğunun və adları ilə təyin olunmasının zəruriliyinə dəlalət etmiş olsaydı belə, yenə də möminlərin əmiri, yəni Əli əleyhissalamın imam olaraq təyin olunmasına dəlil olmazdı. Bu isə səbut edir ki, imam mübahisəli hökmlərdə itaəti vacib bir şəxs deyil və hər bir fəqih ixtilaflı məsələləri Quran və sünnədə olan nümunələr əsasında həll edə bilər. Bugün sünnət əhli ixtilaf məqamında
bu ixtilafı həll etmək üçün Qurana və Peyğəmbərin sünnətinə əsaslanmağı həll yolu kimi görürlər. Şiyələr isə imamlara nisbət etdikləri xəbərlərə əsaslanmağı doğru hesab edirlər. Ayə çox açıq şəkildə sünnət əhlinin yolunu dəstəkləyir. İlk şiyələr bu ayənin onlar üçün problem olduğunu görürdülər və buna görə də kitablarında bu problemi həll etmək üçün bəzi rəvayətlərə yer veriblər. Əl-Küleyni Usul Əl-Kəfi kitabında rəvayət edir. Əl-Hüseyn bin Muhammed Müalla bin Muhammeddən, o da Əl-Həsən bin Əli Əl-Vaşşadan, o Əhməd bin Ayizdən, o isə İbn Uzeynədən, o da Bureyd Əl-İcridən. Dedi, Əbu Cəfərdən aleyhissələm Allahın Azza və Cəllə bu ayəsi haqqında soruşdum. Allah sizə əmanətləri sahiblərinə verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Dedi, məhz bizi qəsd edir ki, birinci imam özündən sonraki imama kitabları, elmi və silahı versin. İnsanlar arasında hökm verdiyiniz zaman ədalətlə, yəni əlinizdəkilər ilə hökm verməyinizi əmr edir. Sonra Allah insanlara deyir ki, ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Xüsusilə bizi qəsd edir. Qiyamətə qədər olan bütün möminlərə bizə itaət etməyə əmr edir. Əgər bir iş barəsində mübahisə etməkdən qorxasınız, onu Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə ərz edin. Bu şəkildə nazil olub. Yoxsa Allah necə ola bilər ki, əmr sahiblərinə itaət etməyi əmr etsin və onlarla mübahisə etməyə icazə versin? Bu sözlər Allaha, Peyğəmbərə və özünüzdən sonra əmr sahiblərinə itaət edin ayəsi ilə müxatəb olanlara deyilib. İmam Əbu Cəfərə nisbət edilən bu rəvayətin zahirindən anlaşılır ki, güya Quranda təhrifə yol verilib və əslində ayə belə nazil olub. Əgər bir iş barəsində mübahisə etməkdən qorxasınız, onu Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə ərz edin. Əl-Məclisi deyir ki, onun özünüzdən olan əmr sahiblərinə sözünün zahiri budur ki, bu ayə onlardakı aleyhissalam Quranda bu şəkildə olub və Osman bunu mushafdan çıxarıb. Çünki Əbu Cəfər bu rəvayətdə bu şəkildə nazil olub deyir. Əl-Məclisi daha sonra ikinci ehtimal olaraq bunun təfsir mənasında da başa düşülə biləcəyini deyir. Həmçinin digər şiyə alimi Muhammed Salih Əl-Məzəndərani də bu sözlərin şərhində etiraf edir ki, sözlərin zahiri bu ayədə təhrifə yol verdiyinə dəlalət edir. Bu zahiri dəstəkləyən bir başqa rəvayəti Əl-Kuleyni Ər-Ravda kitabında rəvayət edir. Əli ibn İbrahim atasından, o da İbn Əbi Umeyrdən, o isə Ömər ibn Uzeynədən, o da Bureyd ibn Muaviyədən dedi. Əbu Cəfər tilavət etdi. Allaha itayət edin və Peyğəmbərə, özünüzdən olan əmr sahiblərinə itayət edin. Əgər bu işdə bir mübahisənin baş verməsindən qorxsanız, onu Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə ərz edin. Sonra dedi, yoxsa necə ola bilər ki, onlara itayət etməyi əmr etdikdən sonra onlarla mübahisə etməyə icazə versin. Həmçinin Təfsir Əl-Qummi kitabında gəlir ki, atam mənə Hammaddan, o da Hərizdən, o isə Əbu Abdilləhdən belə dediyini rəvayət etdi. Bu cür nazil olub. Əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə ərz edin. Bu kimi rəvayətlərin şiyə kitablarında ortaya çıxması bir daha isbat edir ki, ayədəki bu məqamın problem olduğunu özləri də dərk edirdilər. Əks təqdirdə bu cür rəvayətlərə və suallara ehtiyac olmazdı. Ona görə də Quranda səhabələrin təhrif etdikləri ayələr arasında bunu da misal veriblər. Əl-Məclisi yazır ki, çox sayda xəbərin zahiri onu göstərir ki, əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə ərz edin. Ayəsinin bu yerində və sizdən olan əmr sahiblərinə sözləri sabit idi. Lakin oradan çıxarılıb. Bu, Quranda imamət inancı ilə uyğun gəlməyən ayələrdəki problemi həll etməyin ən asan yollarından biridir. Əgər problemi konkret dəlillərlə isbat edə bilmirsənsə,
səhabələri Quranı təhrif etməklə ittiham etmək olar. Biz bunun misalını digər ayələrdə də görmüşük. Buradakı ikinci məqam isə budur ki, ayədə ümumən Allaha, Peyğəmbərə və əmr sahiblərinə itaət etmək əmr olunduqdan sonra ixtilaf halı xüsusiləşdirilir. Bu ixtilaf halında Allah möminlərə mübahisə etdikləri məsələni Allaha və Peyğəmbərə ərz etməklərini əmr edir. Burada Allah Sübhənəhu əmr sahiblərini möminlərdən ayırmır və ayənin zahirindən başa düşülür ki, burada mübahisə edən tərəfə əmr sahibləri də daxildir. Çünki əmr sahibləri ayənin əvvəlində minkum nisbəti ilə xitab olunan tərəfə aid edilib, yəni sizin özünüzdən olan əmr sahibləri olaraq qeyd olunublar. Ona görə də ayənin ikinci hissəsində onların nə müxatablara, nə də ərz olunan tərəfə aid olmamaqları məntiqsiz olardı. Ərz olunan tərəfdə yalnız Allah və Peyğəmbər zikr olunduğu üçün, əmr sahiblərinə yer verilmədiyi üçün onların da müxatabların arasında olması lazımdır. Ayədən açıq şəkildə anlaşılır ki, əmr sahibləri möminlərə aid edilir və onların içinə qatılır. Ona görə də Məsləmə bin Abdülməlik Mədinə şəhərinin fəqihlərindən olan Əbu Həzmə, məyər sizə əmr sahiblərinə sözü ilə bizə itaat etmək əmr olunmayıbmı? Dedikdə Əbu Həzm cavabında buyurdu, bəs məyər siz haqqa müxalif olduğunuzda Allah əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha və Peyğəmbərə ərz edin deyərək sizdən bunu almadımı? Burada Əbu Həzm tabiin nəslindən olan Sələmə bin Dinar Əl-Məxzumidir. Əmirlərə və sultanlara dili ilə öyüd nəsihət etməyi ilə tanınıb. Bu dediklərimizi təsdiqləyən ən önəmli tərəflərdən biri də budur ki, Şia alimləri özləri dövlət başçılarına itaətin vacib olduğunu göstərmək üçün bu ayəni dəlil gətirirlər. Şia alimlərindən Muhammed Baqir Əs-Sadr müasir iqtisadiyyatdan və İslam şəriətinin toxunmadığı boşluqlardan danışarkən, əmr sahiblərinin bu boşluqları doldura biləcəklərini vurğulayır. Buyurur, bu boşluqları doldurmaq üçün belə səlahiyyətlərin əmr sahibinə verilməsinin dəlili müqəddəs Quranın sözləridir. Ey iman edənlər! Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin. Əmr sahiblərinin səlahiyyətlərinin əhatə etdiyi bu boşluqların ölçüsü, bu mübarək ayənin işığında bütün mübah feilləri öz içinə alır. Beləliklə də, haramlığına və ya vacibliyinə dair şər'i bir nasın varid olmadığı bütün fəaliyyətlərdə və əməllərdə əmr sahibinin onlara ikinci bir hökm vermək səlahiyyəti vardır. Ya onları qadağan edə bilər, ya da əmr edə bilər. Əgər ayədə əmr sahibləri ilə murad məsum imamlardırsa, o zaman bu ayənin belə bir məqamda dəlil gətirilməsi doğru deyildir. Eyni şəkildə bu ayənin şiyələrdəki fəqihin vilayəti məsələsində dəlil gətirənlər də dolayısıyla sünnət əhlinin təfsiri ilə razılaşmış olurlar. Ən-Nəcəfi Əl-Cəvahir yazır ki, fəqihin hakimiyyəti barədəki dəlillərin mütləqliyi onu, yəni fəqihi itaət etməyi Allahın bizə vacib etdiyi əmr sahiblərindən edir. Abdülalə Əs-Səbzəvari onun bu sözləri ilə razılaşır və bunun gözəl bir söz olduğunu deyir. Biz Nəhcül Bəlağa kitabına nəzər yetirdiyimizdə, görürük ki, Əli bin Əbi Talibə nisbət edilən məktublarda da bizim göstərməyə çalışdığımız məna öz əksini tapır. Belə ki, Əli, kərramallahu vəcəhu, Misirə vali olaraq təyin etdiyi Malik əl-Əşlərə yazdığı əhdində ona bu nəsiyyət edir. Sənə çətin gələn halları, qaranlıq qalan məsələləri Allaha və Peyğəmbərə ərz et. Çünki Allah irşad etmək istədiyi bir qövmə buyurmuşdur ki, ey iman edənlər, Allaha itayət edin, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itayət edin. Əgər bir şeydə mübahisə etsəniz, onu Allaha və Peyğəmbərə ərz edin. Allaha ərz etmək, kitabındakı möhkəm ayələrlə əməl etməkdir, Peyğəmbərə ərz etmək isə onun üzərində ixtilaf edilmiş yox, icma edilmiş sünnətinə ərz etməkdir. Əgər şiyələrin bu ayədən anladıqları məna doğru olsaydı, Əlinin öz valisinə yazdığı bu nəsiyyət
xətalı olmalıdır. Çünki əgər Əli məsum imamdırsa, o zaman ixtilaflı məsələlərdə Qurana və sünnətə qayıtmaq əvəzinə birbaşa Əlinin özündən soruşmaq daha məntiqli olardı. Malik Əl-Əştərə yazdığı bu uzun nəsiyyətin heç bir yerində məsum imamlardan onlara itayətin vacibliyindən söz açılmır. Əhəmiyyətli bir vəzifəyə təyin etdiyin şəxsə bu qədər önəmli və dəyərli məlumatı verməyi unutmağın qəribə deyilmi? Həmçinin Əli bin Əbi Talibə nisbət edilən başqa sözlərdə xaricilərin dəlillərini rədd edərkən deyir: İnsanların başında salih və ya facir bir əmrin olması labüddür ki, onun əmirliyində mömin çalışsın, kafir öz nəsibini alsın, Allah onun vasitəsilə əcəli çatdırsın, onunla qənimətlər toplansın, düşmənə qarşı vuruşulsun, yollarda əmin-amanlıq olsun. Bu ayə ilə bağlı yazdıqlarımızın sonunda müasir Şiə alimlərindən Kəmal Əl-Heydərinin bir etirafına yer vermək yerinə düşür. Əl-Heydəri deyir: Deməli, bura qədər dediklərimizdən hasil olur ki, birinci yanaşmaya görə bu ayədəki itayət mütləqdir, Peyğəmbərin və əmr sahiblərinin məsumluğuna dəlalət edir. Bu, birinci yanaşmadır və buradan çıxış edərək, ayədəki əmr sahibləri ünvanının yalnız məsum, yəni imamlara xas olduğunu deyiblər. İkinci yanaşma isə deyir ki, xeyr, bu cür dəlilləndirmədə iki mülahizə vardır. Birinci mülahizə budur ki, hətta ayədəki itayət əmri mütləq olsa da, məsumluğu gərəkdirməz. İkinci mülahizə isə budur ki, bu mütləq itayətin qeydə bağlanması labüddür. Ya başqa ayələr ilə, ya da ayənin özündəki əqli qarinalar ilə. Beləliklə, biz özümüz hansını seçirik? Cavab budur ki, mənə görə aydındır ki, mənim seçimim əvvəlki kitablarımda yazdıqlarımdan fərqli olaraq, indi ikinci yanaşmadır. Əvvəl yazdığımız kitablarda biz bu ayənin məsumluğa, yəni imamət müzakirəsində dəlil olaraq gətirmişik. Siz o kitablara müraciət etsəniz, görərsiniz ki, bu ayəni əmr sahiblərinin məsumluğuna dəlil olaraq gətirmişik. Cavab budur ki, bəli, biz o vaxtı bunu dəlil gətirirdik. Amma indi xeyr. Bu o mənaya gəlmir ki, biz imamların məsum olmadıqlarda deyirik. Xeyr, sadəcə olaraq deyirik ki, konkret bu ayə məsumluğa dəlalət etmir. Ola bilsin ki, bizdə məsumluğa dəlalət edən başqa ayələr və ya Peyğəmbərdən Əhlül-Beyt imamlarının məsumluğuna dəlalət edən qəti rəvayətlər vardır. Lakin indi biz bu ayəni araşdırıb öyrənirik. Əqidəmizə görə bu ayədə nəinki əmr sahiblərinin, heç Peyğəmbərin də məsumluğuna dair dəlalət yoxdur.